Salam, hər vaxtınız xeyir olsun. Aleyküm Salamlayırıq assalam. hacı, hər vaxtınız xeyir olsun. Muharrəm bəhsləri davam eləyir. İslam aləmi, İslam camiyyəsi Muharrəm ayı gələndə tam fərqli bir auraya, fərqli bir fəzaya bürünür. Zaman-zaman da bu mövzu ilə bağlı fərqli fikirlər həmişə olub və olacaq. Muharrəm ayı yaxınlaşdıqda, daxil olduqda bu mövzularla bağlı fərqli fikirlərlə ortaya çıxan insanlar olurlar. Ümumiyyətlə, hacı, Muharrəm ayının olmasının zərurəti nədir? İslam dünyasında bu zərurətdirmi ümumiyyətlə bunun davam eləməsi? Ümumiyyətlə, cəmiyyətdə bunun yaşanmasının hansı zərurəti var? Buyurun, hacı. Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz Peyğəmbərə və onun pak əhl-i beytinə. Salam olsun Hüseyin Cana, salam olsun xanım Zeynəb salamullah aleyhə, salam olsun bütün Hüseyin əzadarlarına. Zərurətdir, yəni kimin üçün zərurətdir? Yəni, insanlar üçün ümumiyyətlə zərurət özü nədir? Biz iki cür yaşaya bilərik. Bir budur ki, qəflətdə ola bilərik. Bizə əta olunan nemətləri görməyə bilərik, fərqinə varmaya bilərik. Ya görsük də şükür halında olmaya bilərik. Məşğuliyyətlərimiz, gündəlik mövzularımız, rutin məsələlərimiz o qədər bizi öz ardınca aparar ki, biz elə gün necə başladı, necə qutardığının fərqində olmarıq. Kimliyimiz bizim bu cür olar. Kimliyimiz bu cür olar ki, qəflətli bir kimlik. Qəflətli bir kimliyimiz olanda bizim kimliyimizin yoğrulması ehtiyaclar və asılılıqlarımızla olar və yaxud təhriklər də olar. Acıyarıq, yemək istəyərik. Ağrımız olar, ağrını aparmaq istəyərik. Ötəri ləzzəti duymaq istəyərik, onun dalıcı. Kimliyimiz bu cür olar. İnsan əgər qəflət durumunda olsa, onun kimliyi bu cür olar. Arada vicdanın da sesi gələndə vicdanın sesini öldürər. Bu bir. Buradakı zərurətlər başqa olar. Zərurəti olar ki, ağrısı olmasın, zərurəti olar ona xoş olsun, zərurəti olar vicdan sesini boğsun, zərurəti olar asıllıqlarının ödənməsinə çalışsın, zərurəti olar elə olsun ki, cəmaat ona xoş söz desin. Bunun zərurətləri, adamın zərurətləri onun kimliyi ilə bağlıdır. Amma insan əgər qəflətdə olmasa, yəqza yaşasa, insan əgər oyansa, insan əgər fərqində olsa və başa düşsə ki, fəqir varlıqdır, Allah bizə Quranda deyir ki, siz Allahın fəqirlərsiniz, siz Allahın dilənçilərisiniz, siz Allahın ehtiyaclarısınız. Əntumul füqara ilallah, siz Allahın fəqirlərisiniz. Əgər insan bu fəqirliliyini, bu ehtiyaclığını, bu asıllığını dərk eləsə, fərqində olsa, bilmək kifayət eləmir. Bunun fərqindəliyini yaşasa, bu fərqindəliyi yaşayanda başa düşər ki, onun üçün zəruridir o varlıq ödəyən Rəbbi ilə, o varlığını bunun təmin edən Rəbbi ilə ünsiyyətdə ola, təmasda ola, onu sevə,
onu sevəni sevə, onun yaxınlığına, qürbuna aparan mövzuları, əməlləri sevə. Bilə ki, nələr bunun ayılması üçün, yaşanması üçün bu ehtiyacının varlıq baxımından. Bir var maddi ehtiyac, bir də var varlıq və kimlik ehtiyacı. Ontoloji buna ehtiyac deyilir. Varlıq ehtiyacı. Və bunun fərqində olanda insan onda Allahdan istəyər İmam Səccad əleyhissalamın diliyinə ki, mənə sənin məhəbbətini nazil elə, nəsib elə. Səndən məhəbbətini istəyirəm. Mən səndən səni istəyənlərin məhəbbətini istəyirəm. Mən səndən sənin qurbuva, sənin yaxınlığa yaxınlaşdıran əməllərin məhəbbətini istəyirəm. Mən namazın məhəbbətini istəyirəm. Mən orucun məhəbbətini istəyirəm. Mən əvvəli vaxt namazın məhəbbətini istəyirəm. Mən dəstəmazlı olmağın məhəbbətini istəyirəm. Mən əxlaqlı olmağın məhəbbətini istəyirəm. Mən insaflı olmağın məhəbbətini istəyirəm. Mən əzadar İmam Hüseyn əleyhissalam üçün əzadar olmağın məhəbbətini istəyirəm. Mən səni sevənlərin məhəbbətini istəyirəm. Mən sənin Allah dostlarının məhəbbətini istəyirəm. Çün ehtiyaclıyıq, ehtiyacın da ödənməsi bəlli bir sünnətullahlar üzərindədir. Bəlli bir qaydalar üzərindədir, ilahi qaydalar üzərindədir. Namaz bunlardan biridir, oruc bunlardan biridir, əxlaq bunlardan biridir. Amma bunların bünövrəvi bir mövzusu Allah hüccəti ilə bir yerdə olmaqdır, məiyyətdir. Və Allah hüccəti ilə bir yerdə olmaqla bu ehtiyacın ödənməsi mümkündür. Biyaxki dediyimiz növ insanda, qəflətdə olan insan neynir səhərdən axşamacan? Aramlıq tapmır, bütövlük tapmır, əsillik tapmır, dürüstlük tapmır, ödəniş tapmır, diriliş tapmır. Amma burada Allahın buyurduğu sünnətullah vasitəsilə, ilahi qaydalar vasitəsilə, məsələn, Quran oxusa, düşünsə, tədəbbür eləsə, aramlıq tapır. Namazda vasitə o fürsətdir, Allahla ola rahatlıq tapır. Ramazan ayında bir Allah qonaqlığından bəhrələnmədə bir özünə məxsus zövq alır. Allahın hüccəti ilə bir yerdə olmaqlığının istiliyini, hərarətini yaşayır. Buradan gəlirik sizin sualınızın cavabına. Ki bu bir zərurətdir. Əgər insan yəqzası olsa, diriliyi olsa, ayıqlığı olsa, bəli, bu həyatı zərurətdir. Həyatı zərurətdir. Amma adam var, əli bulaşıb, heç zərurət də hiss eləmir. Əlini yusun, yemək yesin. Çünki qəflətdədir. Adam da var, başa düşür nə var, nə yox. Bilir ki, əli bulaşıb, əlini yumaq lazım. Qəlb bulaşıb, qəlbi təmizləmək lazım. Bunun yolu nədəndir? Bunun yolu İmam Hüseyn əleyhissalamdır. Çünki İmam Hüseyn əleyhissalamın mübarək məktəbi paklayıcıdır, təmizləyicidir və bu ən böyük elə əslində öz fəqirliyini duyan insan üçün bir zəruri haldır. Allah nəsib eləsin inşallah. Bir də dəqiqləşdirmək üçün olsa, o ayə ki, deyirsiniz, Əntumul fuqara ilallah, çox maraqlıdır. Hər bir insan öz acizliyini hiss edir. O ayənin birinci hissəsinə etiqadı olan insanların ətrafımızda çoxdur. Hələ özümüz də oradayıq da. Ki, hamı bilir ki, ehtiyaclıdır. Yəni, bunu qəbul edirlər. O adamların ki, birinci hissəyə etiqadları var, onların zərurətləri dediyiz mövzulardadır. Ki, dünyada olan bəzi mövzular var, onların zərurətləri var. Biz deməli, qəflətdə olanda. Bəli. İkinci hissə ki var, füqara ilallah məsələsinə biz etiqadımız olsa, bizim zərurətlərimiz dəyişir. İkinciyə də etiqadı var insan, inanır buna. Biz onun füqarasıyıq. Amma fəqirliyinin, Allaha fəqirliyini bilir.
Amma qəflətdə olanda Bəli. fərqində olmur. Məsələn, indi Məhərrəm ayıdır, Məhərrəm səfər əyyamıdır. Bəli. Əllamə Əmiri Baqiri, Allah ömrünü uzun etsin. Deyir ki, Allah Məhərrəm səfər əyyamının hər il xüsusi bir dənə ruzusu var, rizqi var, nazil edir. Mələkut aləmindən endirir. Mən Allahın fəqiri olsam, necə Qədr gecələrində anlayıram ki, Allah hüccətinə, İmam Zaman ağa Əcil Fərəcahımın huzuruna mələkut aləmindən bir nələr nazil olur və bizim halımız bəlliləşir. Bəli. Mən Məhərrəm səfər əyyamına, xüsusən ilk 10 günlüyə, xüsusən Aşura gününə bu etiqad və bu fərqindəliklə daxil olsam ki, mən fəqirəm, mən ehtiyaclıyam, sən bilənsən, ya xəbirən bir fəqri və faqəti. Ey mənim fəqirliliyimi, ehtiyacımı bilən və əliboşluğumu bilən Allah. Mənim halım bəllidir, amma sən qənisən. Sən təmin eləyənsən. Mən sənə sığınıram. Bu tam fərqli Bəli. bir vəziyyət olur. Bəli hacı. Allah Təşəkkür nəsib edirəm. eləsin. Sağ olun hacı. İltimas duamız var. Allah hallarımıza nəzər salsın. Amin. Amin. Çox sağ olun.